Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin 4-cü rübü üçün maliyyə hesabatlarını açıqlayırlar. Yenavaz.com xəbər verir ki, Bank BT BASCİ'nin rəsmi veb səhifəsində dərc olunan məlumatda bankın 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə yekunlaşdırdığı yazılıb. Lakin bankın maliyyə göstəricilərində açıq şəkildə göstərilir ki, ötən ilin 4-cü rübünün yekununda Bank BTB 404 min manat xalis zərər edib. Bundan əvvəlki ötən ilin 3-cü rübündə rəsmi veb səhifəsində dərc olunan məlumatda da qeyd olunmuşdu ki, bankın 9 ay üzrə xalis mənfəəti 2,3 milyon manata çatıb. Halbuki ötən il 3-cü rübünün yekununda bankın xalis zərəri 641 min manat olub. Dərc olunan məlumatlarda xalis mənfəət olaraq qeyd olunan məbləğlər əslində bankın xalis mənfəəti deyil. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mövcud olan mənfəətdir. Heç bir halda bunlar xalis mənfəət kimi təqdim oluna bilməz. Dövlət Vergi Xidmətinin açıqladığı məlumatda göstərilir ki, xalis mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir. Açıqlanan məlumatlardan da göründüyü kimi Bank BT BASCİ davamlı olaraq ictimaiyyətə yanlış məlumatlar verir. Xatırladaq ki, Bank BT BASCİ'nin səhmlərinin 74,99% Mehdiyeva Nigar İsmail qızına, 19,1% Sadiq Rıza İsmailoğluna, 6% isə Mahmudova Tükəzban ağa qızına məxsusdur. Bank BTB-nin əsas səhmdarı olan Nigar İsmail qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Amiyanın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir. Bankın digər səhmdarı Sadiq Rıza İsmailoğlu isə onun qardaşıdır. Onu da qeyd edək ki, Mərkəzi Bank ötən ay Azərbaycanda barəsində ən çox şikayət edilən bankın Bank BT BASCİ olduğunu açıqlayıb.